Bu gecə Ümmü Gülsümün evində, qızının evində iftar açır. Qızı deyir, gətirdim iftar üçün yemək qoydum. Çörək qoydum, duz qoydum, süt qoydum. Mənə baxdı, dedi ki, qızım, bilirsən ki, iki şeylə iftar açmamışam. Birini götür, biri qalsın. Mən sütü götürdüm, bildim, istəyir duz çörəklə iftarını aça. İftarını açdı, Ümmü Gülsüm deyir, nə halda gördüm atamı. Atamın həmişə halı qəribə idi, amma bu gecəki halını vəsf eləmək olmurdu. Atam həyəcan içində idi. Atam ağlayırdı, bir dəqiqə gözünün yaşı qurumurdu. İbadət eləyirdi, qaçıb çıxırdı çölə, göyə baxırdı, deyirdi, inna lillah və inna ileyhi raciun. Hamımız Allahdanıq və ona sarı qayıdacaq. Deyirdi ki, Yasin surəsini oxuyurdu. Həmin vaxt gəldi deyir, Peyğəmbərin mənə xəbər verdiyi gecədir. And olsun Allaha, mənə yalan deyilməyib. Ulduzlara baxır, evə gəlir, ibadət eləyir. Qəribə halda gördüm deyir atamı. Səhər çıxır, getsin məscidə namaz qılmağa. Çıxanda əbası ilişdi qapıya, çəkdi. Ondan sonra qazlar gəldi, üstünə gəldi. Səs çıxartdılar, dedi, bunlar mənə mərsi oxuyurlar, bunlar mənə Nuh'u oxuyanlardır. Ondan sonra gəldi məscidə, gördü qatili uzanıb məsciddə, üzü üstə uzanıb. Dedi, belə yatmazlar, qalx, bu şeytanın yatışıdır. O da qılıncı gizlətmişdi qarnının altında. Onu oyatdı, azan verdi. Azan verdi, ondan sonra gəldi, dayandı namaza. Səcdədən qalxanda qılıncı endirdi, ağanın alnına dayan kimi belə dedi. Dedi, Fustu və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə nicat tapdım, qurtuldum, dincəldim. Hədisdə var, göydə mələklər dedi ki, and olsun Allaha, ədalət sütunları parçalandı. Peyğəmbərin canişinini öldürdülər, Peyğəmbərin qardaşını öldürdülər.